Səni buraxıb gedib üçüncü şəxsə. Yəni arada üçüncü şəxs var. Gəl baxaq, üçüncü şəxslə münasibəti necə olacaq? Sənə qayıdacaqmı? Gəl buna baxaq. Hazırda fikrindəki insanın üçüncü şəxslə münasibəti hansı enerjidədir? Fikrindəki insan ona qarşı hansı enerjidədir? Üçüncü şəxs ona qarşı hansı enerjidədir? Onları bağlayan nədir? Gəl buna baxaq birinci. Hazırda münasibətləri hansı enerjidədir? Mən sənə deyim ki, hazırda bunların münasibətləri tam gizli bir münasibətdə ola bilər və yaxud da ki, burada mən bağlılıq görürəm. Yəni, bunun buna gedişi normal gediş deyil. Və ya ola bilər ki, hətta bunların münasibətləri artıq bitmiş ola bilər. Çünki burada bağlılıq var, burada xəyanət var. Amma daha çox burada magiya ilə birlikdəlik var. Yəni, belə deyim də, bu əslində qismət olmayacaq bir birlikdəlik olubdur. Yəni, bunun qisməti deyildi. Ortada bir sehir, filfilo falan eləyibdir üçüncü şəxs ki, bunlar hal-hazırda birlikdədirlər və qəşəng də Zaşita ilə zadla öz münasibətlərini, yəni, qorumağa çalışır. Çünki burada 100% üçüncü şəxsin aradan çıxmağı, yəni bu münasibətdə üçüncü şəxs səni üçüncü şəxs olaraq düşünüb, aradan çıxardıblar və belə deyim də, magiya ilə falanla belə birlikdəlikləri var. Bu dəqiqə budur. Hətta mən sizə deyim ki, bunlar zakriti kart kimi çıxır da, yəni məlumatları falan da özlərinə bağlayıblar. Son dərəcə gizli bir birlikdəlik yaşaya bilərlər. Yəni gizli bir birlikdəlik necə? Yəni ola bilər hər kəsə açıq-aşkardır və yaxud da ki bilirsən, amma yəni bu işin içində magiya var. Bunu deyim. Fikrindəki insan ona qarşı hansı mövqedədir? Fikrindəki insan ona qarşı bu dəqiqə sevgisindən ölür desəm daha yaxşı olar. Çünki bu dəqiqə belə deyim də sevgi var, amma bitişə məhkum deyə bunların münasibətləri bu dəqiqə nə qədər bir-birlərindən belə mehribançılıq görsəz də, nə qədər birlikdəliklərini belə baxıb qıraqdan ağlasan da, son gülən yaxşı gülər, burada son gülən sən olacaqsan izləyici olaraq. Çünki bunlar bitişə məhkum bir münasibətdir. Bunlar magiya gücündən. Çünki baxırsınız, hər kartın içində bitiş var. Yəni bu münasibət zaten olmamalı idi. Elə bil ki, gedib kakadan konfet düzəldiblər burada bir şeylə, magiya ilə zaten, ancaq bunun axırı yoxdur. Yəni Allah bu birlikdəliyi yazmayıbdır. Bunun axırı, yəni bu bir dəqiqəlik gözünü bu tərəfə fırlatsa, magiyanı bir dəqiqə boş buraxsa, bunlar bitəcəklər. Bitişə məhkum bir şeydir. Çünki belədir. Bəs üçüncü şəxs ona qarşı hansı mövqedədir? Üçüncü şəxs bilir bu onun deyil, bilir birlikdəlik yoxdur. Ancaq bir şəkildə, bir güclə, yəni bu münasibəti saxlamağa çalışır. Burada sehir var, burada ola bilsin ki, aralarında maddi məsələlər də var bunların. Maddiyyatla əlaqədar, hər nədirsə bunları birləşdirən maddi məsələlər də var. Yəni, üçüncü şəxs yalanla, dolanla bir şəkildə hər cür, nə bilim, bir şeylə, fitnə fəsadla bunu saxlamağa çalışır bu münasibət. Amma ortada böyük bir yalan var, yəni. Bəlkə də üçüncü şəxsin burada maddi marağı da var bu münasibəti saxlamaqla əlaqədar, maddi maraqla əlaqədar. Yalan dolu bir münasibətdir. Onları bağlayan nədir? Əslində onları heç bir şey bir-birlərinə bağlamır da, yəni bu dəqiqə əslində ikisi də bilirlər durumu, ikisi də bilirlər vəziyyəti və ikisi də bir-birinə. Yəni ola bilər bunları hansısa bir sənət də bağlaya bilər. Ola bilsin bunlar bəlkə də evlidirlər və ya evliliyə gedən yollar var. Hər nədirsə bunların aralarında bir sənət söhbəti var. Bunları bağlayan sadəcə gücdür. Gücdür, bunları bağlayan sadəcə hansısa bir sənətdir və s. Gəl baxaq, fikrindəki insan üçüncü şəxslə birlikdəliyi haqqında nə düşünür, hansı fikirdədir? Fikrindəki insan üçüncü şəxslə birlikdəliyi haqqında nə düşünür? Qaçış yoxdur, düşünür. Fikirləşir ki, mən bu durumdan necə qaça bilərəm? Məni qınayarlar, məni el qınayar, mənim başıma oyun açarlar və yaxud da ki, üçüncü şəxsin hansısa bir qohum-əqrabası mı deyim, tanışlığı mı deyim, hər nədirsə, yəni fikirləşir ki, buradan çıxış yolu yoxdur. Burada yenə deyirəm, ailə mövzusu da var. Ola bilsin ki, bunların aralarında zaks mı var və ya evlilikdir, hər nədirsə, yəni bu adam düşünür ki, mən buradan çıxsam, mənim başıma oyun gələr. Belə fikirləşir. Bəs üçüncü şəxs onların birlikdəliyi haqqında nə fikirdədir? Üçüncü şəxs onların birlikdəliyi haqqında nə fikirdədir? Üçüncü şəxs nə fikirləşəcək? Fikirləşir ki, hara gedə bilər, heç yerə də getməyəcək. Hətta burada övlad, uşaq teması da ola bilər. Bəlkə də uşaqları da ola bilər və ya uşaq düşünürlər.
Yəni belə deyim də, bu açılımdan belə bir şey gördüm ki, bəlkə də bu insan səndən sevgili olubdu, evli olmamısınız. Bunu sənin əlindən və yaxud da bəlkə də evli olmusan, amma bunu üçüncü şəxs girib araya sənin əlindən alıb, aparıb, bununla evlənib və bu dəqiqə boynuna uşaq qoymaq istəyir. Belə bir tema oxşadı və yaxud da ki, siz sevgili idiniz, amma bu adam evli idi və yoldaşı bunu bilibdi. Araya magiya ilə, hər nə ilə götürüb bunu aparıbdı. Bu dəqiqə bütün nəsli, qohumu, əqrabanı bunun üstünə tökübdü və manipulyasiya eləyirlər hər yolla. Həm magiya ilə, həm belə manipulyasiya içindədir bu insan. Gəl belə deyim. Çünki burada evlilik teması var. Yaxşı, bəs bunların axırı nə olacaq? Gəl buna baxaq. Bunların axırı nə olacaq? Yəni bunların birlikdəliyi nə ilə nəticələnəcək? Bunların axırı boşdur əslində. Amma yenə deyirəm, bax burada magiya vasitəsilə və yaxud da ki, bir manipulyasiya vasitəsilə, burada ola bilsin valideynlərin təkidi ilə davam edən bir birlikdəlik var. Ancaq bunların axırı, yəni əgər bunlar evlilərsə də və yaxud da ki, nədirsə, bunların axırı yoxdur. Yəni bunlar axır bitəcəklər. Yəni indi də olmasa, nə bilim, illər sonra belə olsa, bunların sonu ayrılıqdır. Bunu sənə deyim. Bunların sonu ayrılıqdır. Yoxdur bunların sonu. Zaten bunlar birlikdə olmalı deyildilər zaten. Gəl buna baxaq. Fikrindəki insan sənə qayıdacaqmı? Gəl dəyişməyək. Sənə qayıdacaqmı? Fikrindəki insan bəs sənə qayıtmaq istəyirmi? Bincana baxaq. Sənə qayıtmaq istəyirmi? Mən sənə deyim ki, bu dəqiqə o düşüncəsi yoxdur. Bu dəqiqə o hayda deyil. Bu dəqiqə yenə deyirəm, ailəyə yönəlik davranır. Digər tərəfə davranır və həmçinin bilir ki, sən onu qəbul eləmərsən. Qayıdacaqmı sənə? Bəs baxım. Fikrindəki insan sənə geri qayıdacaqmı? Fikrindəki insan sənə geri qayıdacaqmı? Bunun bir yetim yesir vəziyyətində sənə geri dönüşü var olmağına. Prosta, yəni bu hər şey bitəndən sonra, başına 100 oyun açılandan sonra görəcəksən ki, bu səni hardansa izləyir, hansısa bir şəkildə sənə ulaşmağa çalışır, amma bu qayıdışı, yəni belə deyim də, bu sənə özünü belə bir şəkildə göstərə bilər və s. Yəni bunu görəcəksən bu vəziyyətdə. Hər şey bitdikdən sonra bu qayıdışı var və qayıdacaq, özünü göstərəcək falan, barışmaq üçün, hər şeyi, durumu düzəltmək üçün, barışıq üçün addım atacaq sənə. Artıq qəbul eləyəcəksənmi, eləməyəcəksənmi, burada sənin əsla qəbul etməyəcəyini görürəm. Çünki artıq o qaydanda sənin başqa planların, başqa həyatın olacaq. Sadəcə sənin çox xoş olacaq ki, yəni səni gözü yaşlı qoyub getmişdisə, ahın yerdə qalmadı. Buna görə çox sevinəcəksən. Gəl bunu deyim sənə. Sadəcə ahın yerdə qalmadı. İlahi ədalət təcəlli etdi. Buna görə sevinəcəksən. Ancaq o yesir sənin evə lazımdır. Heç bir şey aldım, qəbul etdim. Yaz ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.